Dükkanda işləyirsən, bir şey satırsan, görürsən bir nəfər uşağının əlindən tutub gəlir, baxır, ala bilmir. Hiss edirsən ki, baxır, ala bilmir. Hani belə müsəlmanlar ki, çıxarda deyir ki, bunu ehsan elədim sənə, götür, pulu da lazım deyil. Elə bilir, ziyan eləyəcək, vallah neçə qatını Allah yetirəcək. Amma ondan bundan əsirgəməklə elə bir yerə sərf eləyəcəksən ki, axırda ziyan sənin olacaq. Müsəlmançılıq belə şeylərdir, yoxsa elə namaz qılıb, dua oxuyub, oruç tutmaqdır. İmam Allahdan bunu istəyir ki, mən insanlara faydalı olum, cəmaatın dərdinə dərman eləyim. Əlimdən gəlsə imkanım varsa pulla, pulum yoxdur, bir gedirəm, görürəm biri yorulub, 30 durum maşınına ona aparım. Bir nəfər yol keçir, əlində yük var, yükü götürüm, əlindən aparım. Bir nəfərin gözü görmür, əlindən tutum, yol keçirdim. Nə ilənsə insanlara xeyir verim. Heç nə əlimdən gəlmir, dua eləyim. Dua eləyək, hamısını, insanların hamısını nəzərimizə gətirək. Hətta bizə pislik eləyənləri də dua eləyək. Əsas budur ki, ehsan ruhu insanda olsun. Nə verəcəksən, verməyəcəksən mühümdür. İmkanın var, çox ver, əlbəttə. Mühüm budur, nə verəcəksən. Mühüm budur ki, bu ruhiyyə səndə olsun ki, mən insanlara fayda çatdırım, xeyir çatdırım. Buna inandırım sizə ki, insanlardan çox mənim özümə xeyri var. Mənim özümə xeyri var. Bu ruhiyyədə olan insan Allaha yaxın insandır.